Yol uzanırdı. Düz, daşlı, bəzən dumanlı. İnsanlar bu yolla gedirdi. Kimi tələsirdi, kimi azırdı. Kimi isə ümumiyyətlə hara getdiyini bilmirdi. Kompas hər birinə istiqamət verirdi. Amma onlar bir şey anlamırdılar ki, istiqamət hara olsa da, əgər qəlbdə sorğu yoxdursa, o yol insanı heçliyə aparır. Bir gün yolçulardan biri dayandı, ayaqları yorğun, gözləri boş. Əlində kompas vardı, amma qəlbində sual yox. Və həmin an danışan kitab özü açıldı. Səhifələri küləklə deyil, ruha toxunan bir çağırışla çevrildi. Kitab dedi, ey yolçu, sən nəyin ardınca gedirsən? Qorxudan qaçırsan, yoxsa həqiqətə yaxınlaşırsan? Hədəfin bir nöqtədirsə, bəs o nöqtənin dəyəri nədir sənin üçün? Yolçu cavab verə bilmədi, sükutla oturdu və ilk dəfə kompası qaldırmadı. Əvəzində kitabı dinlədi. Kitab danışdı. Ən uzun yol içərdən keçən yoldur. Zəfər başqasına çatmaq deyil, öz içindəki boşluğu doldurmaqdır. Kompas səni aparar. Amma mən sənə niyə getdiyini anlatmaramsa, sən yolun sonunda belə itkin qalarsan. O anda yolçu həm kompası, həm də kitabı qucaqladı. İkisi də bir yerdə zirvəyə doğru irəlilədi. Və birdən kitabdan gələn bir səs yenidən yüksəldi. Yolçum, sən indi bir daha anladın ki, yol yalnız istiqamət deyil, niyyətin də əsl hədəfini göstərər. Sənin niyyətin doğru olarsa, hər addımında Allahın işığına yaxınlaşarsan.